Bizdən ədədin natural bölənlərinin sayını tapmaq tələb olunur. Ədədin natural bölən sayını tapmaq üçün həmin ədədimiz sadə ədədlərin hasili şəklində olmalıdır. 51 mürəkkəb ədəd olduğu üçün bu mürəkkəb ədədi biz A bərabərdir 17-nin kvadratı vuraq 51-i 3 vuraq 17 üstü 5 şəklində yazsaq, buradan 17-nin kvadratı vuraq 3 üstü 5 vuraq 17 üstü 5 alırıq ki, 17'de əsaslar eyni olduğu üçün bunu biz 3 üstü 5 vuraq 17 üstü 5 plus 2 yəni 7 şəklində yaza bilərik. Natural bölən sayı odur ki, sadə vuruqların hər birindən neçə sayda varsa üzərinə bir gəlib vurmalıyıq. 3'lərdən 5 sayda var, birini də əlavə etsək 6 alınar. 17'lərdən 7 sayda var, birini də əlavə eləsək 8 alınar. Hasilimiz isə 48'dir. Natural bölən də 48'e bərabərdir.